Amerika prezidenti Donald Trump İranın diyaloq çağrışını yarıda qoyub. O qeyd edib ki, bundan sonra İranda bir nəfər də olsa ölsə, müdaxilə edəcək. Beləliklə, bir neçə saat sonra Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq. Konkret nöqtə az məlumat verir ki, bu haqda beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli fikir səsləndirib. Və budur, Amerika prezidenti etirazçılara dəstəyin yol olduğunu açıqladı. Bütün qonşu dövlətlər hava məkanlarını və təyyarə reyslərini bağladılar. Bütün qərb dövlətləri vətəndaşlarına sürətlə Türkiyə və Azərbaycan vasitəsilə ölkədən çıxmağa səslədi. Bəzi məlumatlara görə rejim tərəfindən öldürülən şəxslərin sayı 20 min nəfərə çatıb. Rejim öldürdükcə adını sionist qoyur və güllələyir. Əlibəyli yeni müharibəyə işarə edib. ABŞ prezidenti Donald Trump yanvarın 13-də İranın ali rəhbərliyinin addımlarına necə cavab verilməsi məsələsini müzakirə etmək üçün ən yaxın müşavirləri ilə iclas keçirib. İclasda Pentagon Trump'a mümkün cavab variantlarının olduqca geniş spektrini təqdim edib. Təkliflər arasında 2025-ci ilin 13-25 iyun tarixlərində baş vermiş və 12 gün davam etmiş müharibə vaxtı ABŞ zərbələrinə məruz qalmayan İranın nüvə obyektlərinin bombalanması, həmçinin ballistik raketlərin istehsal mərkəzlərinin məhv olunması da yer alıb. Bununla yanaşı daha yumşaq ssenarilər, kiberhücumlar və küçələrdə güc tətbiqinə cavabdeh olan İran təhlükəsizlik aparatının mövqelərinə dəqiq zərbələrdə müzakirə edilib. Mənbələr hərbi əməliyyatların ən tez halda bir neçə gündən sonra başlaya biləcəyini bildiriblər.